Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Ülfət müəllim Şıxəliyev. Bu günləri də yeni bir mövzu ilə qarşınızdayım. Bizim bugünkü mövzumuz ədəd oxuna aid məsələlərdir. Bu mövzu əsasən lisey proqramlarına daxil olan mövzulardan biridir və biz bu tip suallara, bu mövzu ilə bağlı suallara dəyərli kitablarında rast gəlirik və də orta məktəb dərsliklərində də bu tip misallar az deyildir. Əsasən, bu tip məsələləri həll etmək üçün bizim qarşımızda 3 usul olur, yəni 3 cür yanaşmalar olur suallarda. Birinci cür yanaşma odur ki, verilmiş nöqtələrin hər hansı x uzaqlıqdakı nöqtələrin koordinatı. Yəni, nə deməkdir bu? Sizə məsələn, tutaq ki, məsələnin şərtində belə verilir ki, ədəd oxu üzərində 10 nöqtəsindən 3 uzaqlıqda yerləşən nöqtələrin koordinatlarını tap. Yəni, bu tip suallarda, məsələn, gəlin bunu həll edək. Məsələn, nümunə bir yazaq. Ədəd oxu üzərində 10 nöqtəsindən 3 vahid uzaqlıqda yerləşən nöqtənin koordinatları. 3 vahid uzaqlıqda deyilirsə, uşaqlar, biz birinci 3 vahid sağa gedirik buradan. Gəlirik, düşürük 13-ə, bir də 3 vahid sola gedirik. Gəlirik, düşürük 7-yə. Yəni, 10 çıxılsın 3, 7 və 10 üstə gəlinsin 3 bərabər olur 13. Bu qədər. Bu tip məsələlər böyle həll olunur. İkinci tip məsələyə gəldikdə isə, ədəd oxu üzərində verilmiş 2 nöqtə arasındakı məsafə. Bəli, əsas məsələ tiplərindən bir də bu olur ki, ədəd oxunda 2 nöqtə verirlər. Deyirlər ki, bu nöqtə arasındakı məsafəni tap. Bunu həll eləmək üçün uşaqlar, həmişə və həmişə nə edirik biz? Biz götürürük sağda yerləşən nöqtədən solda yerləşən nöqtənin qiymətini çıxırıq. Sizdən əgər AB məsafəsini istəyərsə, bu halda B-nin qiymətinin, A-nın qiymətini mütləq çıxılmalıdır. Məsələn, fərz edək ki, bizdə A-nın qiymətini versin 12, B-nin qiymətini də versin 23. Bu halda AB məsafəsini tapmaq üçün biz nə edəcəyik? Yazacaq 23 çıxılsın 12, verəcək bizə 11. 2 nöqtə arasındakı məsafəni də bu qayda ilə nə edirik? Tapırıq. Yadda saxlayırıq. Nə edirik? Sağdakı nöqtədən soldakı nöqtəni çıxırıq. Aydın oldu mu bizə? Burada qəliz bir məsələ yoxdur. İndi, üçüncü tip hissəyə gəldikdə isə, mən yuxarıda silim. Üçüncü tip məsələyə gəldikdə, bizə bildirilir ki, ədəd oxu üzərində verilmiş 2 nöqtənin orta nöqtəsinin tapılması. Deməli, ədəd oxunun 2 nöqtəni verirsənə, sənə deyir ki, bunların orta nöqtəsinin qiymətini tap. Bu halda nə edirsən? Bu halda orta nöqtənin qiymətini tapmaq üçün verilmiş 2 nöqtəni cəmləyirsən və yarıya bölürsən. Bəli, bunu deyəndən sonra tələbələrin çoxunun ağlına gəlir, müəllim, ədədi orta kimi. Bəli, eyni ədədi orta kimi də demək olar burada. Cəmləyirsən, bölürsən 2-yə. Məsələn, fərz edək ki, bu da üçüncü misalımız olsun. Fərz edək ki, A-nın qiyməti olsun, A nöqtəsinin qiyməti olsun 17, B nöqtəsinin qiyməti olsun 23. Mən indi elə bir C nöqtəsi axtarıram ki, o A ilə B-nin orta nöqtəsidir. Bu halda həmin C nöqtəsinin koordinatı bərabər nəyə? A üstə gəl B-nin yarısına. Bu da mənə verəcək nə? 17 üstə gəl 23 bölü 2. Yəni 40 bölünsün 2 verəcək mənə 20. Deməli, C nöqtəsinin koordinatı 20-dir ki, o A ilə B-nin ortasında yerləşir. Bir növ bunun şəklini təsvir etsək, belə təsvir edərik ki, biz bu olsun A nöqtəsi, bu olsun B nöqtəsi, bu da yerləşən C nöqtəsidir ki, hər birindən eyni uzaqlıqda yerləşir. Məsələn, bura oldu 17, bura oldu 20, burada oldu nə? 23. Aydın oldu mu bizə? Yəni, mən əminəm ki, ədəd oxuna aid olan bu 3 tip şərt daxilində siz istər dəyərlər kitablarında, istər orta məktəb dərsliklərində suallar görsəz, rahat bir şəkildə onları həll edə bilərsiniz. Video xoşunuza gəldisə və videonu bəyəndinizsə, videonu bəyənməyi unutmayın. Kanala abunə olmaq istəsəz çox əla olar. İşləriniz avand olsun. İnşallah növbəti video dərslərdə görüşərik. Hələlik.